Özümü 5 il sonra harda görürəm? Biz artıq lakonik sualları dəyişmişik. Maaş gözləntiniz nədir? Mənə 3000 okeydir, amma iş yerin okeydirmi? Bu çox belə pessimistdir. Mən axı xərçəng bürcüyəm. Sizin bürcünüz işimizdə heç bir aidiyyatı yoxdur. Müsahibəyə valideyni ilə gələn namizəd Ən məşhur yalanlar dil bilikləridir. İlk 5 saniyə namizədi analiz üçün kifayət eləyir. Sən bura kofe içməyə gəlmisən. ailə həyatı qurduqdan sonra o təhsili ziyan etmiş olur. Təhsil qadının silahıdır. Silahınızı yerə qoymayın. Bu yayımı 24/7-nin və Ikona Az Dizayn şirkətinin baş sponsorluğunda izləyirsiniz. Salam ProTax izləyiciləri. Bugün qonağımız HR, insan resursları mütəxəssisi Rəhimə Əhmədzadədir. Salam Rəhimə xanım, xoş gəldiniz. Salam İlk xanım, xoş gördük. Rəhimə xanım, özünüzü təqdim edin, ilk öncə sizi tanıyaq. Mən Əhmədzadə Rəhimə. Artıq 10 ildir ki, bu sahədə çalışıram. Hal-hazırda da vəzifəmi icra edirəm. 10 il. Necə başlamısınız? Bu çox maraqlı gəldi bizə. Deməli mən buna, yəni hər iş olduğu kimi mən də bunu sıfırdan başlamışam. İlk təcrübəm satış üzrə təcrübəm olub və bundan sonra məqsəd qoymuşam ki, inkişaf edəcəm və üzərimdə çalışacağam. Nəhayət çalışmamın 2-ci, 3-cü ilində qərar verdim ki, bəs mən insan resurslarında çalışmaq istəyirəm. Elə də oldu və hal-hazırda da işimi, fəaliyyətimi göstərirəm. Hal-hazırda insan resursları bir ixtisas kimi yoxdur da universitetlərdə, düz bilirəm. Bəli. Siz bunun üçün xüsusi olaraq kurslara getməlisiniz, Bəli. üzərində çalışmalısınız bu məsələnin. Sizdə tam olaraq necə oldu? Necə dediniz ki, bu iş mənlikdir, mən bunu bacararam. Necə oldu o an? Təşəkkür edirəm Nil xanım. Deməli əvvəllər İnsan özünü, nəyisə potensialını kəşf etməlidir. Mən başa düşürdüm ki, artıq mən kollektivdə işləməyə bacarıram, bu potensialı özümdə görürəm və başladım öz üzərimdə çalışmağa. Seminarlarda, layihələrdə bir neçə özümün də şəxsi layihələrim var ki, onları işıqlandırmışam. Həm şirkət tərəfindən bu çox yüksək qarşılandı, həm demək olar ki, mənim vəzifəmin kənarında layihələr irəli sürdüm ki, bu bizim peşəkar işimizə çox böyük yüksək təsir göstərdi və demək olar ki, bunu yüksək qiymətləndirdikdən sonra mən qərara verdim ki, artıq insanlarla və kollektivlə işləməliyəm. Təbii ki, heç bir şey birdən baş vermir. Biz bunu normal şəkildə təlimlərə keçdim və təlimlərdən sonra biz bir neçə imtahanlar veririk. Yəni təəssüf olsun ki, hal-hazırda bizim ixtisaslaşdırılmış HR-larımız yoxdur. Onlar proqramı əsasında hazırlaşırlar ki, bunlar bizim üçün demək olar ki, artıq 4 və yaxud da 5 mərhələdən sonra baş verir. Rəhimə xanım, HR deyən kimi ilk olaraq ağlımıza CV-lər gəlir. Sizdə necədir bu vəziyyət? Mən əsas soruşmaq istəyərdim ki, yəqin ki, izləyicilərimizə də maraqlı olar ki, hansı CV-lər ümumiyyətlə ilk baxışdan qəbul olunmur, birbaşa siz onu zibil qutusuna atırsınız? Əlbəttə elə hallar olmur. Biz heç bir CV-ni oxumadan zibil qutusuna atmırıq. Mütləq şəkildə bunu dəyərləndiririk əlbəttə. Ki biz həmin pozisiyanı araşdırırıq, aydınlaşdırırıq. Bizə uyğun olan pozisiyalarda müsahibələri görüşə çağırırıq. Sadəcə bəzən olur ki, qarşımıza o qədər mükəmməl CV-lər çıxır ki, düşünməyəcəyimiz qədər biz deyirik ki, axtardığımız məhz bu şəxsdir. Biz bunu axtarırıq. Sadəcə müsahibə zamanı məlum olur ki, heç göründüyü kimi də CV mükəmməl deyil. CV-də yalan danışırlar. Əlbəttə, bu çox rastlaşdığımız hadisədir. Biz suallarımız, sorğularımız əsasında həyata keçiririk və bəzən də tam əksi olur. Axtardığımızı tapmışıq deyirik və başqa bir düşüncə formalaşdırırıq həmin şəxs haqqında. Sadəcə bir sual meydana gəlir və sual əsasında məlum olur ki, düşündüyümüz qədər doğru seçim deyil bu. Təbii ki, düşünürlər ki, ən çox edilən səhvlərdən biri də əzbərlənmiş cavablardır. Özümü 5 il sonra harda görürəm? Əlbəttə, əzbərlənmiş suallar, cavablardır. Biz artıq lakonik sualları dəyişmişik. Çox fərqli suallar təqdim edirik. Gözləmədiyi anda suallar veririk. O zaman biraz çaşırlar. Və məncə ən böyük səhv də məhz bundan başlayır. Məncə ən doğrusu dolğun məlumat vermək özləri haqqında, özlərini mütləq şəkildə ifadə etməyi bacarmalıdırlar, səlis. Bəzən də o qədər həyəcanla gəlirlər ki, hətta panik atak belə olurlar. Düşünün. Öz təcrübəmdən deyirəm ki, bir xanım var idi. Çox istədiyimiz pozisiyadaydı xanım. Düşünün ki, sual əsasında çox çaşır, özünü itirir. Panik atak dərəcəsinə gəlib çıxır, özünü çox həyəcanlandırır. Sual verəndə ki, bəs niyə görə belə həyəcanlanırsınız? Deyir ki, bu mənim son şansımdır. Niyə? Çünki o qədər CV verib ki, o qədər iş proseslərində düzəlmə agentliklərində işləyib ki, düşünür ki, bu onun son çarəsidir, son gələcək yeridir. Bu olması da ümumiyyətlə işin əlaqəsini kəsəcək. Özünü tam şəffaf şəkildə göstərmədiyi üçün onda alınmayıb.
Yəni bu sadəcə bir nəfərdən yox, bir etap-etap bir neçə HR mərhələsindən keçib. Və çox qəribə haldır ki, elə insanlar özünə inamsız yanaşılır və bəzən bu çox uğursuz olur. Tövsiyə edərdim ki, mütləq şəkildə özlərinə inamlı olsunlar, qətiyyətli olsunlar və nə üçün orada olduqlarını unutmasınlar. O zaman çox yaxşı və uğurlu başlanğıc olacaq onlar üçün. CV-lərdə ən çox rastlaşdığınız yalan olan mövzu nə olur? Ən məşhuru. Demək olar ən məşhur yalanlar dil bilikləridir. Yəni buna çox rastlaşırıq və bəzən biz bunu müsahibəyə çağırmadan öncə bilirik ki, bu o deyil. Necə bilirsiniz? Məsələn, CV-nin yazılış qaydasından. Orada var axı Azərbaycan, rus və ingilis Bəli. doldurulmasından orada qeyd olunub da Azərbaycan, rus və ingilis formunu doldurmasından artıq biz bilirik ki, bu doğrudan da var, yoxsa bilikləri yoxsa yoxdur. Bəzən bunu ixtisaslaşdırılmış kadrlara yazdırırlar. Çox rastlaşırıq biz buna. Hazır CV olur. Çox ağıllıymış. Bəli, sadəcə olaraq orada formu doldurur, bu kifayət verir onun üçün. Amma bəzən də olur ki, tamamilə fərqli akseptdən baxırlar, biz ona başqa cür yanaşırıq. Məsələn, dil biliyi yoxdur, amma onun çox yaxşı satış potensialı var. Bu yəni önəmlidir. bəli, əlbəttə çox önəmlidir. Məsəl üçün onun özünü çox gözəl ifadə etmə bacarığı var. Onun analitik zəkası var. O bəlkə də hansı üstünlükləri onun dil biliyindən daha üstün şəkildə görüləcəkdir və əminəm ki, bu belədir. Məsəl üçün əvvəllər dil bilikləri çox tələb olunmurdu. Qeyd olunur ki, arzu olunandı, amma indi hal-hazırdakı vəziyyətdə tələb olunur. Bəs dil biliklərini müsahibədə yoxlamaq necə olur? Yəni deyirsiniz ki, özünüz haqqında danışın və s. Amma ola da bilər ki, bilən insan da birdən anidən həyəcanlanıb unuda bilsin, özünü ifadə edə bilməsin. Bu halları fərqləndirə bilirsinizmi? Əlbəttə Nil xanım, ilkin olaraq, yəni özünü ifadə etmək, özünü təqdimatdan başlayır və bilsə də özünü ifadə edə bilmirsə, əlbəttə əgər özünü tam şəkildə təqdim etməyi bacarmırsa, biz başa düşürük ki, artıq ikinci suala ehtiyac yoxdur. Əmin oluruq. Amma bundan da yekunlaşdırmırıq mərhələni. Növbəti suallar veririk. Əgər bizdə həqiqətən axtardığımız hansısa bir keyfiyyəti aşkarlayırıqsa, biz davam edirik. Rəhmə xanım, gənclərin ən çox narazılıq etdiyi, ən çox şikayət etdiyi bir məsələ də var ki, mən yaşım azdır, mən universitetimi indi bitirmişəm, məndən niyə təcrübə tələb olunur? Mən CV-mdə də qeyd etmişəm ki, mən universiteti təzə bitirmişəm, təcrübəm yoxdur. Bu hallarda nə edirsiniz? Deməli, Nil xanım, necə olur bu? Universitet illəri ərzində sadəcə universitetə gedib gəlməklə yetinirlər. Təbii ki, hər bir universitetin nəzdində təcrübə proqramları var, layihələr var, seminarlar var, mütləq şəkildə könüllülük fəaliyyətləri var ki, bunlar boyun qaçırırlar bundan və 4 ilin sonunda necə diplom alan kimi qaçırlar müəssisələrə ki, bəs biz işə təmin olmaq istəyirik. Və mən çox tövsiyə edərdim gənclərimizə, universitet tələbələrimizə ki, mütləq şəkildə universitet dövründə bundan mütəmadi olaraq iştirak etsinlər. Təbii ki, bizim dövlətimizin bizə çox gözəl layihələri var, könüllülük layihələri var ki, təcrübədən ziyadə onların gələcək həyatlarına birbaşa təsir göstərən amillərdən biridir. Könüllü layihələri deyirsiniz ki, işə yarayır. Əlbəttə, mən özüm Bakı Avropa oyunlarının baş koordinatoru olmuşam. Prezidentin fəxri fərmanı ilə layiq görülmüşəm. Və mən o zaman dərk elədim ki, mən həqiqətən də insanlarla çalışmağı bacararam və bu potensialıma yola çıxmışam. Yəni mən universitet bitirəndən sonra təcrübəsiz olaraq CV-mi götürüb hansısa bir şəbəkəyə yaxınlaşmamışam ki, məni işə götürün. Mən artıq o mərhələdə 4-5 mənim nailiyyətim var idi, uğurum var idi. Hansı ki, mən ümumiyyətlə oradan heç bir gəlir və qazanc əldə eləmirdim, amma mən onları könüllü olaraq iştirak eləyirdim. Çünki mən bilirdim ki, mən universitet bitirəndən sonra təcrübəsiz hansısa quruma yaxınlaşsa məni işə götürməyəcəklər. Yəni tələbələrə məsləhət görürük ki, tələbə illərini boş keçirməsinlər, könüllü layihələrinə getsinlər. Universitetin daxilində də olur. Bəli. Gənclər təşkilatı, debat klubları və s. Bunlarda da iştirak etməkləri Bir işə də yarayırmı? Nil xanım, mütləq şəkildə dil bacarıqlarını inkişaf etdirsinlər. Elə universitetdəykən. Çox tövsiyə edirəm. Məsələn, indiki gənclərimiz, təbii ki, onların dərslərini nəzərə alıram, başa düşürük ki, onların da ağır dərs rejimləri var, onlar da daim axtarışdadırlar, amma mütləq şəkildə dil bilikləri önəmlidir. Ki, onlar sabah fərqi yoxdur, işindən, ixtisasından, peşəsindən asılı olmayaraq bunların üçün ən lazım olan faktlardan biridir ki, onlar özlərinə çalışmalıdırlar. Rəhmə xanım, uğurlu CV-lərdən danışdıq, uğursuz CV-lərdən danışdıq. Bəs ən maraqlı CV necə olub, heç olubmu? Bunun haqqında da biraz danışaq. Təcrübəmə əsasən deyə bilərəm ki, çox nadirən belə pozitiv CV-lər rastımıza çıxar. Deməli, bir gün xanım yaxınlaşıb, vakansiya ilə bağlı müsahibəyə götürməliyəm. Deməli, elə bir qarşımda elə bir CV var ki, CV mənim təcrübəsi mənimkindən qat-qat daha artıq pozisiyadır.
işləyib xanım zamanında. Sadəcə olaraq hal-hazırda fəaliyyət göstərmir. Təsəvvür edin ki, xanım həyəcanlıdır. Mən ondan çox həyəcanlıyam. Çünki qarşımda həm məndən yaşca böyük, həm də ki, pozisiya baxımından məndən qat-qat daha yüksək vəzifədə çalışmış bir xanım var. Otaqdan içəri girən kimi xanım çox həyəcanlanıb, panik dərəcəsindədir. Fikirləşib ki, yaşlı bir xanım gələcək. Oturmuşuq, düşünüb ki, xanım mən də vakansiya ilə bağlı müraciət eləmişəm. Gözləyirik ki, bəs HR yaxınlaşsın bizə CV ilə bağlı. Təsəvvür gözləyirəm. İlk sualı bilirsiniz ki, həyəcanlısınız yoxsa yox sualı verirəm. Qız həmin xanım mənə deyir ki, siz həyəcanlısınız? Deyirəm ki, yox. Bəs burada yaşlı qadın var. Yəqin kimisə görüb elə bilib ki, onu müsahibəyə o çağırıb. Yaşlı əsir, yəni bildiyimiz əsir. Mən də sakitləşdirmək üçün deyim, narahat olmayın da. Nə qədər yaşlı olsa da, yəqin ki, bizim qədər gənc deyil də. Yəni biz özümüzü daha yaxşı ifadə eləyərik. Nəsə bir 10 dəqiqə, 15 dəqiqə keçdi. Mən də deyirəm ki, siz kafe içirsiniz, çay içirsiniz. Deyir ki, sonra mən deyirəm, sən bura kafe içməyə gəlmisən. Bilmir ki, mən orada əslində iş prosesi başlayıb da. Çox amma həqiqətən də xanımın bacarığı, özünün inkişafı çox yüksək dərəcədə qiymətləndirildi. Mən dedim, sən bura kofe içməyə gəlmisən. Sonra dedim ki, yox, bəs mən sizdən müsahibə almaq üçün, mən Rəhimə xanım mənəm. Düşünür ki, qarşısında yaşlı, belə egoist, qaşqabaqlı bir xanım gələcək. Artıq 15 dəqiqə ərzində mən bəlli oldu ki, bu xanım elə məhz bu vakansiya ilə bağlı çox bizə lazım olan xanımdır, yəni pozisiyadır. Türk seriallarında olur deyə bu. Hə, çox. Amma məsəl üçün biz ona heç bir normal suallar vermədim. Sadəcə özündən danışdı ki, mən orada işləmişəm, burada işləmişəm. Bəlkə mən orada həqiqətən də HR kimi çıxış eləsədim, özünü o şəkildə ifadə edə bilməyəcəkdi. Çünki artıq o çox həyəcanlı idi. Əlbəttə, o çox həyəcanlı idi. Düşünürdü ki, qapıdan kimsə girəcək, buna suallar verəcək, hazırlıqlı cavablar verəcək. Amma mən o belə həmsöhbət olaraq dost kimi, necə oldu, niyə yaxşı çıxmısan? Artıq demək olar ki, cəsusluq elədim ona qarşı ki, səbəbini araşdıraraq da. Təcrübəli namizədlər qarşılarında gənc bir HR görəndə nə hisslər keçirir? Təəccüblənirlər. Təəccüblənirlər. Çox təəccüblənir. Yəni buna da baxmışaq, məndən müsahibə alacaq kimi bir hissə qapılırlarmı görəsən? Təəccüblənirlər, amma məncə yaşdan çox təcrübə çox önəmlidir. Bu mənim özümə də maraqlıdır onların həmsöhbət olmaq. Bəzən elə pozisiyalar olur ki, məndən qat-qat həm yaşda, həm təcrübədə böyükdülər. Nəzərə alsaq ki, təcrübə yaşdan daha çox önəmlidir. Yəqin ki, bəli, adətən qarşılarında gənc HR görəndə çox təcrübələnən namizədlər olur. Siz hiss edirsiniz ki, o təəccübləndə. Əlbəttə hiss edirəm ki, o təəccüblənir. Mən artıq başa düşürəm ki, o başqa cür bir qaşlı, kinli, qaşqabaqlı bir kəs gözləyirdi. Ona görə həyəcanlanıb gəlib. O əksinə rahatlamalıdır ki, qarşında gənc biri var. Bəli, mən həm də ki, bu sahəyə sıfırdan başladığım üçün onları daha çox yaxşı başa düşürəm. Yəni onların həmsöhbətimdə zaten bunlara hiss etdirməyə çalışıram ki, narahat olma, bu son deyil. Yəni əgər bu gün bizim namizədlər arasında deyilsənsə, bu başqa pozisiyalar üçün uğurlu olmayacağının anlamına gəlməz. Əlbəttə motivasiya verirəm. Elə hallar olur ki, bəlkə də bizimlə işləməyəcək, amma onlara elə bir yönləndirirəm ki, o öz işində daha çox uğurlu olur. Belə bir xanımlardan biri var. Hal-hazırda həmin xanım Azərbaycanın ən böyük mağaza şəbəkələrinin birinin rəhbəridir. Xanım bizə marketinqdə CV yazmışdı, qəbul eləmişdi, amma xanımın o qədər gözəl arzuları var idi ki, həddindən artıq arzuları var idi. Mən belə olacağam. Təəssüf olsun ki, o vaxt bizdə o şərait yox idi, amma mən əmin idim ki, xanım istəsə çox gözəl bacaracaq. Elə də oldu. Buradan həmin xanımı təbrik edirəm. Biz də təbrik edirik. Təbrik edirəm ki, belə bir uğurlu iş qadındır hal-hazırda və doğru yönləndirdiyimə görə də şadam. Siz onda insan sərrafı sayıla bilərsiniz də. Yəni siz insanları tanıyırsınız ki, bu ambisiyalı şəxsdir, bu uyğundur və ya bunun gələcəyi parlaqdır. Olurmu belə şeylər? Bəli, çünki artıq insanları mən kənardan baxanda bilirəm ki, bu insan adaptasiya ola bilərmi və yaxud da bu insan o strategiyaya uyğundurmu, o stresli işə davam gətirəcəkmi? Artıq bəli var, amma bəzən yanılıram. Bəzən yanıla da bilirəm. Nadirən. Bəli, nadirən də olsa yanılırıq. 10 illik təcrübə sözünü deyir. Əlbəttə yanılırıq. Yəni heç kəs səhvsiz deyil, biz də yanılırıq. Tək mən yox, əminəm ki, həmkarlarım da yanılır. Deməli elə pozisiyalar olur ki, mən görürəm ki, bu insanın xarakteri çox şəndir, çox belə pozitivdir. Təbii ki, mən onu hansısa bir sərt bir xarakterli pozisiyaya yönləndirə bilmərəm. Elə bir şey var. Əlbəttə, çünki o insan öz üzərində çalışmağı sevir. O insan pozitivdir. O insan təqdimat bacarığı var. O insanın müştərini işləmək qabiliyyəti var və özünü bu şəkildə inkişaf etdirə bilər. Əlbəttə mən həmin insanı kastaya qoya bilmərəm. Və ya da yönləndirə bilmərəm. Əlbəttə. Biz onu daha xarakterlə uyğun olaraq. Çünki həm də orada xoşbəxt olmaz axı. İnkişaf eləməz, əlbəttə. Çünki elə satış məsləhətçilərimiz olub ki, bu gün mağaza müdirləridir.
Ne gözəl. Çoxdur bunlardan. Tək mən yox, bunu mənim həmkarlarım da təsdiqləyə bilərlər ki, məsələn sıfırdan başlayıb, çünki o işi bilir, əmindir. Artıq o hər bir şeyi detallı bildiyi üçün onun üçün o çətin deyil idarə heyətində olmaq. Amma bəzən də vakansiya var, sadəcə mağaza müdiri vakansiyası var və o heç vaxt insanlar işləmək bacarığı olmayıb onun. Əlbəttə sizcə hansı daha uğurlu olar? Məncə sıfırdan başlayıb o işi mərhələli şəkildə bilən. CV-lərdən danışdıq, biraz da müsahibələrdən danışaq. Müsahibələrdə ən çox qarşılaşdığınız hallardan danışaq. Biraz da həmkarlarınızdan danışacağıq. Çünki HR-lar haqqında mən çox fərqli şeylər eşitmişəm. Yəni məsələn deyir ki, bürcümü soruşdu. Belə qəribə hallar, belə qəribə vəziyyətlər sizdə də olubmu? Əslində elə olur ki, gələn müsahibəyə gələn xanım və ya da bəy namizədlər HR-ın bürcünü soruşur. Bəli, çox nadirədir, mən də qəribə gəlir, amma qarşımdakı insanı bir növ olsun rahatlaşdırmaq məqsədilə mən cavab verirəm. Bəzən də humoristik sadəcə rahatlatmaq üçün soruşulan sualdır. Bəzən əlbəttə heç kəs ona ciddi yanaşmaz axı. Qız bürcü mən bunu işə götürmürəm. Məsələn, mən qız bürcüyəm. Məsələn, mən özüm qız bürcüyəm. Çox analitik düşünürəm. Məsələn, bu baxımdan haqlıyam. Amma mən heç kəsi qınaya bilmərəm ki, sən şir bürcüsənsə mən səni işləməyəcəm. Mən də şir bürcünü işləməzdim. Məsəl üçün elə xanımlar var ki, xərçəng bürcü xanımlarıdır. Bunu faktiki olaraq mən həm söhbətim olub. Xanım çox üzgündür, çox belə narahatdır, çox belə pessimistdir. Soruşuram ki, nə olub? Duyğusala bağırır. Mən axı xərçəng bürcüyəm. Başa salmaq lazımdır ki, xanım, sizin bürcünüz işimizdə heç bir aidiyyatı yoxdur. Siz disiplinli olmalısınız. Disiplinli olmalısınız. Bəzən də eləsi olur ki, nişanlıdır, amma nişanlı olduğunu demək. Düşünür ki, evlənsə karyerası bitəcək. Və ya da ki, HR onu digər namizədlər kimi. Miflər də bəli, bu çox mifdir. Mifdir doğrudan. Çox mifdir, bəli. Mən də elə düşünürdüm ki, yəni qadınlarda belə bir şey var. Yox, həqiqətən yəni, budur. Bu evlənəcək, bunun uşağı olacaq, tezə evlənib, bunu işə götürməyək. Bu hallar yoxdur deyirsiniz. Bu hallar mifdir. Elə bir şey yoxdur. Yəni mən bunu əminliklə deyə bilərəm ki, bilmirəm onlar harda necə eşidiblərsə belə bir halları. Qətiyyən elə bir şey yoxdur. Bizim üçün işləmək istəyən, işini sevən, özünü inkişaf etdirmək istəyən hər kəsə qapımız açıqdır. Əslində mən bunu özüm yaşamışam. Sadəcə məndə HR kişi idi və dedi ki, sizin yaşınız elə yaşlı ki, siz evlənmə vaxtınızdır. Bu çox ön yargılı olub hər halda. Doğrudan 3 il keçib ondan. Ön yargılı olub. Çox ön yargılı olub. Bizdə elə bir şey yoxdur. Düzgün deyil axı. İşini sevən, işinə hörmət göstərən, özünü potensialını inkişaf etdirmək istəyən, nişanlı, ailə qurmuş xanımlar, övladı olan xanımlar və yaxud da ki, hazırlaşan heç kəs üçün bu işləmək bir necə deyim sizə sərhəd deyil. Bəs hamilə? Əlbəttə ki, onları nəzərə alırıq. Əgər biz bunu iş prosesi zamanı müəyyən olubsa ki, xanım hamilədir, artıq biz ona şərait yaradırıq ki, daha analıq məzuniyyəti təklif edirik ki, bu vacibdir artıq. Digər hallarda heç bir əks təsiri yoxdur. Deməli, elə müsahibəyə gələn namizədlər olur ki, onlar aşırı dərəcədə HR-dan çəkinirlər. Heç bir şəkildə özlərini ifadə eləməyə bacarmırlar, əlbəttə. Özlərini tam şəkildə olduğu kimi göstərmirlər. Daha mükəmməl göstərməyə çalışırlar. Çünki bilirsiniz necədir? Bu zaten iş prosesində məlum olan şeylərdir. Əgər sən o zaman prosesində özünü göstərə bilmədinsə, ilk 5 saniyə çox önəmlidir. Hətta. Əlbəttə, ilk 5 saniyə HR-ın namizədi analizi üçün kifayət edir. Bu yəni danılmaz bir faktdır. Daha gülər üzü, daha özünə inanırlar. Əlbəttə, çox. Mən çox xoşuma gəlir ki, namizədim çox özgüvənli olsun. Mütləq mən bunu diqqət yetirirəm. Əminəm ki, bunu mənim bütün həmkarlarım diqqət yetirir. Çünki özgüvənli olmaq artıq iş prosesinin %70%-ni qazanmaq deməkdir. 30% onun CV-sindəki olan məlumatlara əsaslanır. Mən bilirəm ki, məsələn, mənim qarşımdakı namizəd mənim suallarıma dolğun, dəqiq və net cavablar verəcək. Mən artıq onun üçün özgüvənli duruş önəmlidir. Əlbəttə, mən artıq onun üçün fikir formalaşdırıram ki, mənim istədiyim pozisiyanın namizədi məhz bu xanımdır və ya bu bəydir. Bəs belə biraz rahat da, belə gəldi, belə biraz oturdu, ayağının üstünə qoydu, oturdu. Bu hal sizdə necə bir? İlk öncə subordinasiya qaydalarına mütləq qorunmalıdır. Mütləq müsahibə zamanı vaxtında, hətta vaxtından tez getmək lazımdır. Gecikmək olmaz. CV-lərində müsahibə zamanı dolğun, dəqiq, konkret və informativ cavablar verilməlidir. Məsələn, biz çox rastlaşırıq ki, sualdan çox kənara çıxılır və artıq HR məcbur olub sualı dəyişdirməyə.
Bu çox vaxt neqativ hallarla rastlaşır. Əgər siz işə qəbul üçün getmisinizsə və işi həqiqətən də qazanmaq istəyirsinizsə, o işdə, o pozisiyada özünüzü, gələcəyinizi formalaşdırmaq istəyirsinizsə, ilk öncə dürüstlükdür. Dürüst olun, səmimi olun. Dürüst, səmimi və net. Yəni konkret olaraq cavablar verin ki, mən filan kəsəm, filan işlə məşğul olmuşam, mən filan layihədə iştirak etmişəm, mənim nəticəm budur, mənim məqsədim budur, mən bunun üçün çalışacağam. Bəs siyasətçi cavablar necə rol oynayırmı? Hazırlanmış cavablar məncə o qədər artıq işə yaramır. Çünki gündə biz onlarla müsahibədə oluruq və hər biri başda cümləsi eyni başlayır. Mən filan kəs. Zaten biz sualın axışından sonra istədiyimiz cavab alana qədər sualı başqa mövqelərdən veririk. Ona görə də özlərini belə çox yormasınlar, rahat olsunlar, səliqəli geyinsinlər, bilməlidirlər ki, öhdəçiliklərə nə olacaq. Bir də mütləq şəkildə şirkət, qurum haqqında məlumatlar olmalıdır. Əvvəllər bu çox çətin olurdu, amma hal-hazırda bilirsiniz ki, internet resursları var. Mütləq araşdırsınlar, maraqlansınlar. İstədikləri nədir, görmək istədikləri nədir? Şirkətin ümumiyyətlə qurulmasından mərhələsinə kimi araşdırıb getsinlər ki, onlar üçün daha asan olacaq, daha dolğun məlumat toplanmalıdırlar. Bəs HR soruşanda ki, bizi niyə seçdiniz? Bu sualın cavabında HR nə gözləyir? Vakant yerlərimiz olanda ya kiminsə tanışı, dostu, ətrafı yönləndirir ki, belə bir iş yer var. Sən ora mütləq müraciət etməlisən. Məncə səndə daha yaxşı alınar və bəzən təsadüf nəticəsində görürlər, yaxınlaşırlar. Mən sizə bir şey demək istəyirəm. Ümumiyyətlə çalışsınlar ki, işə qəbuldan öncə işin mahiyyətini başa düşsünlər. Və yaxud da biz onlara sual verəndə ki, bizi niyə seçdiniz? Konkret olaraq cavablar sərgiləməlidirlər. Konkret cavablar verməlidirlər ki, mən niyə üçün buradayam? Bəzi insanlar var ki, sırf özlərini formalaşdırmaq üçün, bəzi də var ki, sadəcə məvacib üçün gəlirlər. Məvacib üçün gələnləri bəzən tez sağollaşmaq məcburiyyətində qalırıq, çünki bəlli səbəblərdən. Bu cavab verən olub? Çox əlbəttə çox olub. Hətta mən özüm də 2 dəfə belə bir müsahibədə uğursuz nəticə almışam. Universiteti bitirmişəm. Mənim üçün part-time iş lazım idi işə düzəlmək üçün. Müsahibəyə bir dənə bilmirəm hansısa bir dostum, tanışım məni yönləndirdi ki, bəs belə bir mağaza var, sən ora get mağaza müdiri kimi. Təsəvvür edin ki, universiteti bitirməmişəm və mağaza müdiri vakansiyasına yox getmişəm. Səhv eləmirəmsə o zaman maaş 1800 manat idi. Mən sizə danışıram 2018-ci ildə. Təsəvvür edin ki, işə getmişəm, müsahibəyə getmişəm. Çünki mən CV-də zaten yazmışam da, mən belə bacarıqlarım var, belə. Soruşdular ki, bəs siz niyə biz? Dedim ki, biz maaş üçün. Başa düşdüm ki, artıq mənə zəng gəlməyəndə başa düşdüm ki, mən artıq orada nəsə səhv eləmişəm ki, mən getməmişəm. Olsun, səhvinizdən nəticə çıxar. Əlbəttə, yəni başa düşdüm ki, mənim nəsə səhvim var. Səhvim də məsələ onu radikal olaraq dilə gətirməyim idi. Birbaşa. Görsə HR-lar da səhv edir. Əlbəttə, biz də insanıq. HR-ı gözlərində wow böyütməsinlər. Məncə həm söhbət olsunlar, dost olsunlar. Mən elə namizədlər var ki, onu işləmirəm, amma mənimlə çox yaxın bir münasibətim var. Məsəl üçün, o sabahsı gün hansısa bir işə uğurlu nəticə eləyib, mənə zəng edir ki, çox sağ olun, yaxşı ki, mənə işə götürməmişdiniz. Çox olur. Çünki bilir ki, HR-ların dost olmaq lazımdır. Əlbəttə, çox dost olmaq lazımdır. Mənim də özümün əvvəlki özümün namizəd olduğum HR-larla bugünkü gün çox yaxşı münasibətim var. Hətta bəlkə mən uğurlarımı ən çox onlara borcluyam. Təşəkkür edirəm buradan da hamısına. Bəs Rəhimə xanım, maaş gözləntiniz nədir sualının düzgün cavabı nədir? Mən bir dəfə o sualı namizədə verdim. Namizəd mənə konkret bir cavab verdi ki, məni idarə edəcək qədər maaşa ehtiyacım var. Biz onlardan bilirik. Bilmədim onu necə idarə edəcək, amma bu mən konkret cavab olduğuna görə artıq mən o sualı müsahibədə vermirəm. Gördüm bu sual məncə gərəksizdir. Mən vermirəm də, dedim ki, çox maaşım da necə deyib ki, mənə 3000 okeydir, amma iş yerin okeydirmi? Bilirsiniz necədir xanım? Tələb və təklif var da. Yəni biz sonra deyirik ki, sizin bizdən gözləntiniz nədir? Məsələn, mən sual verirəm ki, okey, sən hər şey əladır də, biz razılaşırıq, əmək müqaviləsinə görə biz artıq başlayırıq işə. Amma mən nəticədə soruşuram ki, bəs Nil xanım, sizin bizdən gözləntiniz nədir? Bəs siz bizdən şirkət olaraq nə gözləyirsiniz? Əgər o mənə deyəndə ki, mən sizdən informasiya gözləyirəm, gələcəyimi təkmilləşdirmək istəyirəm, öz üzərimdə çalışmaq gözləyirəm, potensial gözləyirəm, özümü inkişaf etdirmək istəyirəm, əlbəttə ona işıqlar yaşıl yanacaq. Amma yox, sadəcə olaraq işimi sevirəm, mən sizin şirkətdə çalışmaq mənim ən böyük arzumdur deyəndə o qədər də real baxmırlar. Bəs 5 il sonra özünü harda görürsən sualının düzgün cavabı nədir? Bu çox lakanik sualdır.
Məsəl üçün, mənə də o sualı veriblər zamanında. Mən özümü olmaq istədiyim yerdə görürəm. Mən əgər 10 il bundan əvvəl satıcı idimsə, satış məsləhətçi idimsə, mən bu gün hansısa bir mağazanın HR pozisiyasındayamsa, deməli mən artıq istədiyim yerdəyəm. Amma bununla yekunlaşmıram. Təbii ki, mənim də məqsədlərim, planlarım, gələcəyə baxış açım çox böyükdür, çox şaxəlidir və mən çox istəyirəm ki, ən böyük sərmayələri özləri olsun gənclərimizin. Mütləq şəkildə. Bu sualı verəndə də 5 ildən sonra və yaxud da 10 ildən sonra özlərini hər kəsə olmaq istədiyi yerdə olmağı arzulayıram. İnşallah. Biraz da HR olmaq istəyənlərə nə məsləhət görərsiniz? Hansı yollardan keçsinlər və hansı yollar onlar üçün əksinə işi uzadacaq, o yollara heç getməsin? Deməli tövsiyə edirəm ki, mütləq şəkildə özlərində çalışsınlar. İnsan psixologiyasını, insanların strategiyasını öyrənməlidirlər. Çünki hər insanın xarakteri çox fərqlidir və hər kəsə yanaşma da çox fərqlidir. Bunu tam olaraq bilsinlər. HR həm psixoloq olmalıdır, həm müəllim olmalıdır, həm dost olmalıdır, həm də ki yol göstərməlidir. O başa düşməlidir ki, sən daha hansı işdə daha çox uğur qazanacaqsan. Və bunu yönləndirəndən sonra zaten aralarında olan münasibət sadəcə HR və ya işçi münasibəti olmur. Həm də ki, o işdə olan problemləri, yaşanan hadisələri sənə gələn, danışan adam olur. Sən artıq orada şirkətlə işçinin arasındakı olan körpüsən. Ona görə də elə şərait yaratmaq lazımdır ki, onlar istədikləri vaxt, istədikləri zaman, istədikləri problemləri sənə qarşı gəlib deyə bilsinlər. Yəni tam olaraq dost olmaq lazımdır. Sizin həmkarlarınızda gördüyünüz ən böyük səhvlər nədir? Onların sevmədiyiniz xüsusiyyətləri nədir? Təbii ki, bu hər kəs üçün keçərli deyil, amma mən düşünürəm ki, bəzən çox önyarğılı davranırlar. Çünki ilk müsahibəyə gedən gənc artıq demotivasiya olur, düşünür ki, bu hamısında belə olacaq. Xeyr, əlbəttə ki, onların işə olan marağını, motivasiyasını öldürməsinlər, onlara açıq qapılar göstərsinlər, onlara bəlkə bugünkü gün burada uğur qazanmayacaq, amma harda uğur qazanacaqlarını yönləndirə bilərlər, onlara yol ola bilərlər. Və mən düşünürəm ki, bu çox həmkarlığım edəcəyi bir şeydir və ümid edirəm ki, bu onlara, gənclərə daha çox motivasiya olacaq. Heç vaxt ilk müsahibənin uğursuzluğuna görə düşünməsinlər ki, bütün müsahibələr, bütün iş bundan ibarətdir. Əlbəttə, artıq o qapıdan içəri girəndə başa düşür ki, məsuliyyət hiss edir özündə. Biraz səmimi olsunlar, gülər üzlü olsunlar ki, qarşıdakı insanlar da bunlara çox pozitiv yanaşsın. Elə düşünürəm. Yəni namizəd onsuz da həyəcanlıdır, Çox həyəcanlı gəlirlər bəzən. Gülər üzlü olsun, nə olar? Həm də ilk iş təcrübəsidir. İlk işidir. Yəni insan ilk işini unutmur heç vaxt. Düşünün ki, sizi qarşılayan necə biri ola bilər? Egoist, pessimist, belə sərt biri olsa, təbii ki, siz orada çəkinəcəksiniz. Rəhmə xanım, siz bir HR xanım olaraq qadın namizədlərdə hansı xüsusiyyətləri daha üstün hesab edirsiniz? İlk olaraq lider olmaq bacarığı. İnanın ki, mən həmcinslərimə buradan təbrik edirəm. Onların liderlik bacarığı qədər inanılmaz bir o qədər güclü işinə yanaşırlar. O qədər adaptasiya olur işlərinə ki, çox uğurlu olur. Bizim əməkdaşlarımız var ki, həm anadır, həm övladdır, həm çox gözəl kadrdır, həm çox yaxşı motivasiya olur başqa nümunəvi işçilərə. Mən özüm də bəzən onlarda motivasiya alıram, güc alıram və yaxşı deyirəm ki, yaxşı ki də bizim şəbəkələrimizdə belə lider qadınlar var. Qürur duyuram onlarla. Demək olarmı ki, onda qadınlar daha yaxşı liderdirlər? Əlbəttə, qadınlar zərif olduqları qədər də güclüdürlər. Mən inanmıram ki, bir qadın istəyib edə bilməyəcəyi pozisiyasından asılı olmayaraq bir iş olsun. Nümunəsi də var. Bizim əməkdaşlarımız var. Məsəl üçün o mağazaya gələndə tələbə idi. İndi həm çox yaxşı anadır, həm çox yaxşı həyat yoldaşıdır, həm çox yaxşı rəhbərdir, həm də çox yaxşı liderdir. Bu xanımlarımıza motivasiya olsun. Bəli, həmcinslərimin hər birinə, yəni özlərində çalışan hər bir qadına tövsiyə edirəm ki, heç vaxt başlamaqdan qorxmasınlar. Yəni ailə karyera arasında bir seçim etmək məcburiyyətində deyillər. İkisini bir arada edə bilərlər. Əlbəttə, həm də çox gözəl bacarırlar bunu. Bunun canlı şahidlərini tanıyıram. Sizin xanım namizədlərdə gördüyünüz ən çox çətinlik çəkdikləri mövzular nə olur? Ailədən, yoldaşından və s. Ən çox təəssüflənirəm ki, bir neçə məqamdır. Onlardan ən birincisi isə düzgün seçilməmiş ixtisasdır. Bəli. Onlar əlbəttə onların arzuları var, məqsədləri var. Onlar ailənin və yaxud da ki, ikinci, üçüncü şəxslərin arzularını həyata keçirmək üçün çalışırlar, universitet oxuyurlar və buna görə ixtisaslaşırlar, amma işlədikləri yerdə xoşbəxt deyillər.
Çünki o artıq istədiyi yerdə deyil və nə o sənə verimli bir şey qatmayacaq sənin işinə, həyatına, karyerana, nə də ki özü artıq orada xoşbəxt olmadığı üçün işdə təbii ki istədiyi mövqedə ola bilməyəcək. Müsahibəyə valideyni ilə gələn namizədlər olubmu? Bu halda nə edirsiniz? Əlbəttə o mən 1-2 dəfə bununla rastlaşmışam. Sözün açığı səmimi etiraf edirəm ki, mən ümumiyyətlə o valideyni qınamışam. Çünki artıq sənin övladın yetişkin bir bəy və yaxud da xanımdır. Bilirsiniz də, Əmək Məcəlləsində 18 yaşından yuxarı olur namizədlər. Bəzi olur ki, ali təhsil alır, hətta əsgərə gedib qayıdıb, amma hələ ki öz düşüncəsini formalaşdırmayıb. Artıq valideyn və yaxud da ki başqa şəxslər onu yönləndirməyə çalışır. Mən qınayıram. Məsləhət görmürəm. İcazə versinlər ki, uşaqlar özləri seçimlərini etsinlər, qərarların arxasında dayansınlar. Seçim imkanları şəxslərin özlərinə versinlər ki, sabahsı gün onlar kiminsə formalaşdırdığı qəlibləşməsinlər, özlərinin şəxsiyyət kimi formalaşdırsınlar. Həm cəmiyyətə, həm işinə, həm də ki öz karyerasına müsbət təsir göstərəcək bu. Bəli, ora kimi gələ bilərlər. Amma bəziləri hətta müsahibədə də iştirak etmək istəyirlər. İndi bəlkə siz xanımsınız, çox rastlaşmamısınız bu halla, amma kişi HR olanda ata, ana deyir ki, mən qızımı tək qoya bilmərəm, mən də orada olmalıyam. Bilirsiniz necə? O necə güvənə bilər ki, onun işinə, necə müdaxilə edə bilər ki, o artıq 6-10 saat ərzində iş rejimi var. Necə ona müdaxilə edə bilər? Onun yanında olmayacaq. Mən əvvəllər belə şeylərə çox absurd baxırdım, amma görürəm ki, deyəsən sayılır çoxalıb. Çox absurd bir şeydir. Həm etik deyil, həm də ki namizədin özünə öz güvənsizliyinin başlıca səbəbi yaradır bizdə. Nə qədər ki o namizədin uğurludur, sadəcə olaraq onun ikinci və ya üçüncü şəxslərlə yaxınlaşmağı artıq bizim haqqımızda onun mənfi rəy formalaşdırır. Bəlkə də bizim axtardığımız odur. Amma görüntü baxımından bizə o cür fikir göstərmir. Ona görə biz artıq onlarla sağollaşmaq məcburiyyətində qalırıq. Çünki sual yaranır ki, əgər sən özünü seçirsənsə və sənin seçim haqqın varsa, niyə bunu tək özün istifadə eləmirsən? Seçimlərini özlərinə versinlər, nə olmaq istədiklərini, necə olmaq istədiklərini qərar özləri versinlər. Bəlli bir yaşdan sonra məlumdur ki, artıq onların həyatlarında sadəcə işıq olsunlar, yol göstərsinlər, məqsədlərinə çatmaqlarında isə yardımcı olsunlar. Ən çox qadınlarda olur. Ümid edirəm ki, bunlar azalar və düşünürəm ki, bu hallar bir daha əksini tapmaz. Onda buradan valideynlərə məsləhət görür ki, namizədlərlə müsahibəyə getməsinlər. Bu namizədlər üçün mənfi hal yaradır. Çünki HR fikirləşir ki, valideynin güvənmədiyi bu namizədə biz necə güvənək, müdir necə güvənsin? Əlbəttə, onlara ilkin olaraq formalaşan cavab budur ki, biz necə güvənə bilərik? Çünki ola bilər etibarsız insan. Əlbəttə, çünki ilkin olaraq sənin müsahibənə gəlib və ikinci, üçüncü şəxslər var. Siz necə fikir formalaşdıra bilərsiniz artıq o haqqda? Bəlkə də bizim axtardığımız namizəd məhz həmin şəxsdir. Sadəcə olaraq bizə yansıyan görüntü, düşüncə, formalaşdırılan düşüncə o deyil. Və bu demək olar ki, uşaqları qısıtlayırlar. Onların gələcəyinə, karyeralarına çox mənfi təsir göstərir. Buna diqqət yetirsinlər. Uşaqlara düşüncə, fikir azadlığı versinlər. Onlar özlərini harda görürlərsə, necə xoşbəxtdirlərsə, özlərini inkişaf etdirmə proqramları necəsə icazə versinlər ki, o yolu davam etdirsinlər. Valideynlərdən danışdığımız kimi biraz da həyat yoldaşlarından danışaq. Onların yaratdığı məhdudiyyətlərdən, bunların necə hal yaratdığından, necə təsir elədiyindən HR-lara biraz da bundan danışaq. Belə hallarda çox rastlaşmırıq, amma bəzən olur. Məsələn, biz vakantı işə qəbul edirik. Bir müddətdən sonra nişanlanır və ya ailə həyatı qurur. Belə məhdudiyyətlər yaranır. Amma başa düşməlidirlər ki, sağlam düşüncəli qadın, azad qadın cəmiyyətin ən necə deyim sizə, ali üzvüdür. Mən belə düşünürəm. Çünki yetərincə öz işini, öz məsləyini təbliğ edən, inkişaf etdirən xanımlarımız var. İcazə versinlər ki, onlar özlərinin karyera imkanlarını həyata keçirsinlər. Bəzi başa düşüləsidir vəziyyət, amma bəzən də qınayıram. Hər bir insanın seçim azadlığı var, seçim hüququ var. İş də bir seçimdir, karyera bir seçimdir. Məncə, hətta onlara dəstək olsalar, onların karyera yollarında, inkişafında arxa dayaq olsalar, inanın ki, qadınların bacara bilməyəcəyi heç bir şey yoxdur. Yəni kişilər də başa düşməlidir ki, bu qadınla indi sən nişanlanırsan, indi evlənirsən, amma bu ilk dəfə deyil ki, o bir kollektivdədir. Bəli. Yəni, biraz güvən, biraz Çünki rahat. gələcəkdə övlad olacaq. O sağlam bir anaya, sağlam ataya ehtiyacları var. Həm iş həyatında uğurlu olsa, həm ailə həyatında uğurlu olsa. İnanın ki, bu heç bir məhdudiyyət deyil. Bizim xanımlarımız çox güclüdürlər. Mən inanıram ki, hər bir xanım həm işinin, həm karyerasının, həm ailə münasibətlərinin öhdəsindən çox uğurla gəlir. Məsələn, bəzən elə hallar olur ki, heç təsəvvür edə bilməyəcəyin layihəni
o qədər gözəl şəkildə sunurlar ki, baxırsan ki, xanım ailəli və 3 övladı var. Yəni bu maneə deyil. Heç bir şəkildə maneə deyil. Məncə onlar dəstək olsalar, onların yollarını işığı olsalar, hətta maneələr, çətinliklərində yanlarında olsalar, inanın ki, çox uğurlu olar. Bəzən xanımlar ailə həyatı qurduqdan sonra işləməməyə qərar verirlər və orada CV-lərində uzun bir boşluq yaranır, bir neçə illik, bir neçə aylıq. Bu hallara necə yanaşırsınız? Onların mən çox qəribə gəlir bəzən. Çünki o qədər gözəl lisanslı bitirirlər ki, universitetləri, ali təhsil dərəcələri, yəni düşündüyünüzdən daha qat-qat daha artıqdır. Bəzən Nil xanım o qədər gözəl CV-lər qarşımıza çıxır ki, o qədər uğurlu təhsili, ali dərəcəsi o qədər uğurlu olur ki, onlar ailə həyatı qururlar və artıq 10 il, 15 ildən sonra iş fəaliyyəti yoxdur. Yəni düşünün ki, xanımın 35-40 yaş arası xanımdır, ali təhsili var, amma heç bir zaman işləməyib. Onun iş təcrübəsi yoxdur. Hamısı çox ailə münasibətindən sonra yaranan hadisələrdir ki, onlar işləməyə imkan vermirlər. Bəli, imkan yaratmırlar. Aralarında ali təhsilli həkimlərimiz var, psixoloqlarımız var, hüquqşünaslarımız var, vəkillərimiz var. İnanın ki, bəlkə də o zamanında olan şərait yaradılsaydı, o Azərbaycanın ən tanınmış həkimi ola bilərdi. Ən nüfuzlu universitetlərində müəllim olan pedaqoq ola bilərdi. Məncə icazə ver, imkan yaratmasınlar xanımlar. Əgər təhsil varsa, onların təhsil qadının sənədidir, silahıdır. Yəni mən düşünürəm ki, gənc xanımlarımıza tövsiyəm odur ki, təhsil almaqdan çəkinməsinlər. Yaşınızın neçə olmasından asılı olmayaraq təhsil alsınlar. Bu həm də mənim üçün keçərlidir ki, əgər mən bu gün rahat şəkildə danışıramsa, özümü bu şəkildə güclü hiss edirəmsə, mən bu gün həm öz adımdan, həm qadınların adından qürurluyamsa, bu mənim təhsilimdir. Yəni məncə təhsil qadının silahıdır və xanımlara çox-çox xahiş edirəm ki, silahınızı yerə qoymayın. Karyerada bu silahı istifadə etmək. Əlbəttə, heç vaxt qalxanınız, silahınız, təhsiliniz, diplomumuzdur. Heç vaxt silahınızı əlinizdən yerə qoymayın. Çünki biz həmişə döyüşən əsgərlərik. Çox təşəkkür edirəm Rəhimə xanım. Bu gün gəldiniz və bizi bir çox mövzuda aydınlatdınız. Mən inanıram ki, namizədlər bu podkastı çox sevəcəklər. Sizə təşəkkür edirəm. Dəvətiniz üçün çox sağ olun. Mən təşəkkür edirəm. Ümid edirəm ki, gənclərimizə az da olsa motivasiya verə bildim. Özlərinə inanmaqdan, sıfırdan başlamaqdan, mövqelərini dəyişməsinlər. İnanın ki, bir şey məqsədləri varsa və bunun üçün səy göstərirlərsə, bunun üçün mübarizə aparırlarsa, deməli mütləq nə vaxtsa mükafatlanacaqlar. Bu podkastdan sonra hamıya çar olmaq istəyəcək. Məncə olsunlar. Here we go.